Yeni Azərbaycan Partiyası, Yasamal Rayon Təşkilatı, Alban Udi Xristian Dini İcması və Beynəlxalq Qaleriyanın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Vətənpərvərlik etüdləri layihəsi çərçivəsində layihə rəhbəri Aygün Əzizovanın rəhbərliyi ilə Qəbələ Mənzərələri adlı etüd ekskursiya təşkil olunub. 25 nəfərlik rəssam və media nümayəndələrindən ibarət qrup etüd ekskursiya çərçivəsində Alban Udi icmasının qonağı olub. Qonaqlar Udi Mədəniyyət Günündə Müqəddəs Yelisey adına kilsədə keçirilən vəftiz mərasimi tədbirində iştirak ediblər. Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili, sədr müavini Rafiq Danakari və digər icma nümayəndələri etüd iştirakçılarını yüksək qonaqpərvərliklə qarşılayıblar. Robert Mobili Udi icmasının fəaliyyətindən və onlara göstərilən dövlət qayğısından bəhs edib. Beynəlxalq Qaleriyanın direktoru Elnurə İskəndərova bildirib ki, bu cür görüşlər Azərbaycan multikulturalizminə və tolerantlığına töhfə verir. O həmçinin qeyd edib ki, belə tədbirlər gənclərin dünya görüşünün inkişafında və vətənpərvər ruhda böyüməsində mühüm rol oynayır. Elnurə İskəndərova etüd iştirakçılarına uğurlar arzulayıb. Qonaqlara ziyarət zamanı Müqəddəs Yelisey adına Alban kilsəsi və Müqəddəs Məryəm adına Alban kilsəsi haqqında geniş məlumat verilib. Alban Udi Xristian Dini İcmasının sədri Robert Mobili tərəfindən Udi xalqına məxsus zəngin nahar süfrəsi təşkil olunub. İştirakçılar üçün açıq hava şəraitində etüd dərsləri keçirilib. Tədbirdə fəxri qonaq olaraq millət vəkili Razi Nurullayev və Ağdam rayon Heydər Əliyev mərkəzinin rəhbəri Namiq Həsənov iştirak ediblər. Rəsmi etüd ekskursiyanın iştirakçıları arasında seçki komissiyasının əməkdaşı Bahar Bağırova, həkim Xuraman Əlibəyli, Aflov Tədris Mərkəzinin rəhbəri Günay Məmmədova, Şahanə Art Studiyonun rəhbəri Şahanə Paşayeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinada Mirzəzadə, ehtiyatda olan Gizir Könül Əzimova, rəssam müəllim Sevinç Hüseynova, Dünya Xəbər saytının rəhbəri Dünya Əliyeva və operator Xatirə Məmmədova da olub. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.